Son bir ay ərzində Avstraliyanın Viktoriya ştatında yerləşən Mount Eccles Milli Parkında hakimiyyətin göstərişi ilə snayperlər helikopterlərdən 750-yə qədər koalanı vuraraq öldürüblər. Yüzlərlə koala ötən ay təxminən 2000 hektarlıq ərazini məhv edən meşə yanğınından sonra keçirilmiş heyvanların güllələməsi üzrə planlı aksiya zamanı ölüb. Təbiəti mühafizə orqanlarının nümayəndələri bildiriblər ki, bu addım zəruri olub. Çünki yanğından sonra bir çox koala ciddi yaralanmış, susuzluqdan və ya aclıqdan ölmək üzrəymiş. Hadisə Avstraliya əhalisi və heyvan müdafiəçilərinin kəskin reaksiyasına səbəb olub. Heyvan müdafiəçiləri bildiriblər ki, helikopterlərdə müşahidə aparmaq koalanın vəziyyətini düzgün qiymətləndirməyə imkan vermir. Bundan əlavə, yetkin fərdlərin məhv edilməsi onların balalarının da ölməsinə səbəb ola bilər. Xatırladaq ki, koalalar artıq nəsli kəsilməkdə olan növlər sırasına daxil edilib.